Bu gün Vətən müharibəsinin başlamasından 5 il ötür. 2020-ci il sentyabrın 27-sində başlayan və 44 gün davam edən 2-ci Qarabağ müharibəsi zamanı 2908 hərbiçimiz şəhid olub, 6 hərbiçi isə itkin düşüb. Bugün bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır. Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış şanlı bir şərəfdir. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızı azad etdi. Bugün 44 günlük müharibə dövründə Azərbaycan əskəri əsl qəhrəmanlıq, şücaət və fədakarlıq nümunəsi göstərdi. Onlar canları, qanları bahasına torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə apardılar. Bugün 2-ci Şəhidlər Xiyabanında müharibə qurbanlarımızın məzarları ziyarət edilir, onların xatirəsinə ehtiram göstərilir. Xiyabanda vətən uğrunda canından keçmiş igid oğullarımızın məzarları üzərinə əkillər, güllər düzülür. Xalqımız bir daha öz şəhidlərini yad edir, onları unutmur və unutmayacaq.